9 ata, 7 ana, 4 dayədən bir xəbər, du çəharu, pəncu, şeşin saqi binası nədir? 9 ata deyəndə Allah təbarək və Teala 9 ayı, ilin 12 ayın, 9 ayın insanlara zəhmət ayı buyurub. 3 ay qış fəsili insanlara rahatlıq ayıdır. Rəvayətdə var ki, bir gün qış fəsilində bir dənə şah vəziri ilə bərabər bir dənə bağdan keçir. Bağdan keçəndə görür ki, bir dənə bağban arxların arasını sulayır. Şaxdadır, soyuqdur, bağban arx arası sulayır. Atın sürür bağbanın yanına, deyir ki, bağban, 9 dənə arxdan 3 dənə arxa bir şey qalmır. Bağban baxır şaha, deyir ki, şah sağ olsun, 32'lər qoyurlar ki. Deyir bağban, 2'dəsən, 3'dəsən, deyir şah sağ olsun, 3'dəyəm. Bağban, yaxındasan, uzaqdasan, deyir şah sağ olsun, yaxındayam. Bağban, çappısan, çapılmısan, bağban deyir şah sağ olsun, 2 dəfə çapmışam, 1 dəfə çapılmışam. Bağban, qaz göndərsəm, yolarsan? Bağban deyir, elə yolaram. Şah deyir birdən, bağban şahın sözün yarıda qoyur. Deyir şah sağ olsun, hərifsiz adam bəyən. Bağban, şah atın sürür, gedir, vəzir onun dalıyca. Gəlir çadır sarayına, oturur taxtında, vəziri çağırır. Deyir, gəbra, gəlir. De görüm, mən bağbanla nə danışdım? Vəzir baxır ki, şah sağ olsun. O qədər əcab sözlər danışdın, nə bilim nə danışdın? Şah baxır vəzirə, deyir, sən mənə necə vəzirsən? 3 gün sənə vaxt verirəm. Ya bağbanla mən nə danışdım, onu mənə açıqlayacaqsan, ya da başı bədənindən ayıracaqsan. Bağban, vəzir üzün döndərir, çıxır saraydan. Gəlir, əyləşir evində, başını tutur, fikirləşir ki, Allah, bu şah bağbanla nə danışdı? Çox fikirləşir, bir yerə çatmır. Gəlir, yığır biliciləri. Bağbanla şahın danışığın bunlara danışır, onu açan olmur. Nəhayət gəlir evə, bir kisə, dolu kisə qızıl götürür. Minir atın tərkinə, gəlir bağbanın yanına. Görür, bağban yenə arx arası sulayır. Deyir, bağban, sən şahla nə danışmısan ki, şah mənim başımı vırdırır. Al, bax, sənə bir dənə qızıl verirəm, küpdən bir dənə kisədən qızıl çıxardır. Deyir, al bu bir dənə qızılı, onu mənə danış. Bağban baxır